Heç hiss etmirsən sanki hər addımında ən cüzi hərəkətinin belə izahını hazırlayaraq yaşayırsan. Sanki daim hesabat verməyə məcbur hiss edirsən özünü. İçimde öyle suçlayıcı bir ses var ki yaptığım en ufak hareketin bile kafamda açıklamasını hazırlıyorum. Bunu yaparken bile içimden açıklamasını yapıyorum. Siz sorarsınız belki diye. Ya suçlanmaktan ödüm kopuyormuş meğerse. Ola bilər ki, uşaqkən bizdən çox izah tələb olunub və ya daim tənqid olunmuşuq, günahlandırılmışıq, haqlı və ya haqsız. Dəyərli görünmək üçün haqlı olduğumuzu sübut etməyə çalışırıq. Anlaşılmaq istəyirik, rədd edilməkdən qorxuruq. Öz fikrimizdən çox başqalarının təsdiqinə önəm veririk. İzah vermək məcburiyyət deyil. Təbii ki, məsuliyyətimizdə olan və izah tələb edən hallarda izah vermək insani vəzifəmizdir. Lakin ən kiçik, hesabat tələb etməyən məsələlərdə belə daim müdafiə vəziyyətində olmaq bu bir yükdür. Annem abimin ölümünden dolayı beni suçlamasaydı sizce ben nasıl bir adam olurdum? Bir kere daha huzurlu biri olurdum. Her adım attığımda yine hata mı yapıyorum diye belki kendimi bu kadar sorgulamazdım. Və bəzən bu yükü yerə qoymaq azadlıqdır, sərhəddini qorumakdır. Suçlandığını düşünen bir çocuk annesini sevmekten vazgeçmez. Kendini sevmekten vazgeçer ve tıpkı annesi gibi o da kendini suçlar.